Toz rayonu Yuxarı Öysüzlü kəndində kiraya verilmiş mənzildə tək qalan azyaşlı oğlan uşağı aşkarlanıb. Allah 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 Allah. Baxın belə xəbər harda? Bu nə xəbərdir bu bayram vaxtı? Tovuzda qadının evində 3 gündür tək qoyduğu uşağı qonşular aşkarlayıb. Heyvan belə şey eləməzlər. Toz rayonu Yuxarı Öysüzlü kəndində kiraya verilmiş mənzildə qalan azyaşlı oğlan uşağı aşkarlanıb. Kiraya götürən qadın uşağını 3 gün öncə bu nə mana uğraş? Tozdan da belə qəhbələr çıxır heyvan belə heyvana dəstək olur. İndi devran dəyişib, sikan pişiyə dəstək olur, it pişiyə dəstək olur, pişi itə dəstək olur. Belə bir vaxtda nə uğraşdıqda bu? Evladınızı atırsınız, doğrayırsınız, zibil qabına tolluyorsunuz. Bu hacının altından çıkıp bu hacının altına giren yüzlerle şortları çıkardılar. Adam əsəbləşir, baxa bilmir. Mənim bu ikinci ərimdir, qanunsuz ərimdir, nikahım ərimdir. İstəsəm 8 dəfərə gedərəm, istəsəm 15 dəfərə gedərəm. Bu qancıqları üzr içirəm ifadəmi. Niyə çıxardı səfərə? Çaqqallar, şərəfsizlər. Adam bilmir, dövlətin o qədər problemi var, xalqın problemi var, millətin problemi var, təhsil problemi var, səhiyyə problemi var, aptek problemi var, dərmanlar problemi var. Bunların hamısının bəyəmləri ekran həll eləməlidir. Ekran dövlətin dilidir, millətin dilidir, xalqın dilidir. Bunları ekranı çıxartmaq lazımdır. Bu şortuları çıxardırsınız ora, bir-biri ilə gah vuruşurlar, savaşırlar. Biri meydan oxuyurlar, villalarıyla, meydan oxuyurlar maşınların bahalısıyla, meydan oxuyurlar maşınların nömrəsinin bahalısıyla. Bilirik də bu şərəfsizlər görməmişlərin əlinə ki pul düşdü, büdcəni dağıtdılar, milyonları var, bu qancıqlar üçün xərcləyirlər də, onlar üçün meydan yaradılar. Xalq artisti də görün necə sərt danışır. Xalq artisti də görün xalq artisti necə sərt danışır. Dəyərli həmvətənlərim, Şəhid atası Azərbaycan telekanalizasiyalarında baş verənləri çox gözəl izah edib. Hər sözündə həqiqət var. Ona görə mən həmişə deyirəm ki, telekanallar yox, onlar telekanalizasiyalardır. Qulaq asın. Ekranlarda aparıcılarımız səviyyəsiz, sözün əsl mənasında səriştəsi olmayan, intellekti olmayan, tarixi bilməyən, ancaq hır, mır, zır, bax belə şou yaradan aparıcılardır. Onlar bilmirlər. Onlar sözün əsl mənasında toy müğənnilərini yığırlar ora. Xeyir olsun toy müğənniləri. Ora sənətkarlar lazımdır. Sənətkar sözün əsl mənasında. O üzr istəyirəm bu hacının altından çıxıb bu hacının altına giren yüzlerine şortları çıkardılar. Adam əsəbləşir, baxa bilmir. Mənim bu ikinci ərimdir, qanunsuz ərimdir, nikahım ərimdir. İstəsəm 8 dəfərə gedərəm, istəsəm 15 dəfərə gedərəm. Bu qancıqları üzr içirəm ifadəmi. Niyə çıxardı səfərə? Çaqqallar, şərəfsizlər. Adam bilmir, dövlətin o qədər problemi var, xalqın problemi var, millətin problemi var, təhsil problemi var, səhiyyə problemi var, aptek problemi var, dərmanlar problemi var. Bunların hamısının bəyəmləri ekran həll eləməlidir. Ekran dövlətin dilidir, millətin dilidir, xalqın dilidir. Bunları ekranı çıxartmaq lazımdır. Bu şortuları çıxardırsınız ora, bir-biri ilə gah vuruşurlar, savaşırlar. Biri meydan oxuyurlar, villalarıyla, meydan oxuyurlar maşınların bahalısıyla, meydan oxuyurlar maşınların nömrəsinin bahalısıyla. Bilirik də bu şərəfsizlər görməmişlərin əlinə ki pul düşdü, büdcəni dağıtdılar, milyonları var. Bu qancıqlar üçün xərcləyirlər də. Onlar üçün meydan yaradılar. Efirlərdə reklam edirlər bunları. Bunları gərək nəzarət lazımdır. Sovetin vaxtında belə küçə adamlarını ekrana bıraxarlardı. Qətiyyən mümkün deyildi. Mümkün. Senzura var idi. Baxırdı. Senzura nə idi? Ləyaqətli adamları, təmiz adamları. Yəni millətə, xalqa xeyir verən, onların problemini həll edən insanları dəvət eləyirlərdi. Bu nədir bura? Nədir bura? Zənənə hamamdır. Nədir? Bu şortu müğənnilərdir toyda.
vururlar Moskvadan, Rusiyadan, hər yerdə pul qazanırlar, gəlirlər, özlərini reklam eləyirlər. Nə tərbiyələri var, nə qanacaqları var, nə onların şərəfi var, nə ləyaqəti var. Üzr istəyirəm sizdən. Bunların ancaq nədir? Hacı axtarmaq, hacı tapmaq və bir də toylarda ortalıqda meymunluq eləyib pul qazanmaq. Bunları ekrana çıxartmaq ayıbdır axı. Ayıbdır. 1000 dəfə deyirəm ayıbdır. Ayıb olsun. Ayıb olsun o televizyon kanalında oturan o şərəfsizlərə. Ağır olsun o televizyon şirkətinə nəzarət eləyənlərə. Yelena Zamaryonova yoldaşı 22-ci Qurultay adına zavodun baş mühəndisinin təbiəti mühafizə üzrə müavini Rəsul Quliyev yoldaşla görüşdürdük. Gündə nə qədər qumburin tullantısı çıxır zavoddan? 100 tona yaxın. Sizin kombinata gündə nə qədər qumburin lazımdır? Ну, потребность нашего производства в гумбарине порядка 18 тонн в сутки. Bəlkə zavodla müqavilə bağlayasınız. Ну, в последнее время у нас мы хотим достичь договоренности, чтобы они нам обеспечили. Они же все равно везут на свалку. Нет, это вопрос я впервые слышу. Вообще-то не подняли этот вопрос никогда. Sen gelip evde TikTok'un adamda kahramanlık ediyende onlar müharibede bizim o ayaklı atılımız, namusumuzu yapmış atlardı. Tanıştık, ben beni tanıştım, benim köybetten tanıştım. Aslında insanlar bir yumrukla ayağa kalkacak, ayağa kalkacak durumda. Sen beni, ben senin düzenende onlar koymağım oldun yalonun içinde uçurdular. Gördüyünüz bura deməli Yaşamar rayon Şərifzadə küçəsidir. Şərifzadə küçəsidir. Qardaş maneçilik eləmə. Maneçilik eləmə. Qardaş Sen gelip evde TikTok'un adamda kahramanlık ediyende Yəni dəyərli vətəndaşlar, görürsünüz necə polislərə it kimi münasibət bəsləyirlər. İt kimi, ha, it kimi. Merhaba. Soyundular, zorladılar, maşında da bak. Əylənə maşının içində gedə-gedə məni ona göstərdilər, ələ salırdılar, alçaltırdılar. Səni aparır, indi belə eləyəcək. Biz sənə hər nə istəsək eləyə bilərik, istəsək buradan səni dəlxanaya da yollaya bilərik, istəsək... Deyir ki, məni zorladılar, neynədilər, başıma min cürə oyun açdılar. Görürsünüz dəyərli həmvətənəm? Бейдулла Бей, вы когда-то говорили, что будущим лидером Азербайджана видели Ильгара Мамедова. Куда он пропал? Была такая ошибка у меня. Была. Вы знаете, дело в том, что, в общем-то, Ильгар Мамедов человек очень образованный, достаточно высокоинтеллектуальный. И его первоначальная позиция мне импонировала. Он очень грамотно и пунктуально критиковал Илхама Алиева. Именно тогда, кстати, он даже занимал какой-то пост, по-моему, в Европейском парламенте или что-то в этом роде. Короче говоря, у меня была такая шальная мысль о том, что этот человек может стать неплохим руководителем для Азербайджана после Илхама Алиева. Впоследствии Ильгара Мамедова посадили в тюрьму. За что, я не помню и не интересовался. Ну, нашли за что. Он провел в застенках, говорят, по-моему, около 5 лет. Или меньше, или больше, не имеет значения. Какое-то время. И за это время на него и на его семью, в частности, по-моему, на его супругу, оказывали незаконное давление, мягко говоря, незаконное. В переводе на азербайджанский язык это означает, что начали его оскорблять, унижать и так далее. И он сломался. Он сломался в тюрьме и вышел из тюрьмы уже совершенно другим человеком. Люди очень быстро меняют свои ориентации, и поэтому, когда мне говорят, что Пашинян не может это, не может так, а может только так, я всегда говорю, не торопитесь. Есть обстоятельства, есть ситуации, которые ломают любого политика. И Ильгара Мамедова сломали, к сожалению. Где он, чем занимается, я не знаю.